Birazdan işə gedirəm, gəlin bərabər hazırlaşaq. Və mən hazırlaşarkən də sizə sosial mediada necə pul qazanmaq olar, onunla bağlı məlumat verəcəm. Bilirsiniz ki, sosial media hal-hazırda bizim həyatımızın böyük bir hissəsini artıq təşkil edir və insanlar da əlbəttə ki, hər kəs olduğu kimi insanlar da istəyər ki, sosial media üzərindən pul qazanmaq mümkün olsun. Bunun üçün öncəliklə bu suala cavab vermək istəyirəm. Instagramda, yəni sosial mediada belə bir şey yoxdur ki, sadəcə videolar paylaşmaqla pul qazanmaq olur. Belə bir şey mümkün deyil. Kəşke olsaydı. Hər videodan yəni pul qazana bilsəydik daha da yaxşı olardı əlbəttə ki. Belə bir şərt sadəcə YouTube üzərindən keçərdi ki, YouTube'da siz paylaşdığınız paylaşımlar hesabına pul qazana bilirsiniz. O da ki, müəyyən şərtləri yerinə yetirdikdən sonra. Biz necə pul qazanırıq? Reklamlardan, əməkdaşlıqlardan təbii ki, pul qazanmaq mümkündür. Amma bilirsiniz ki, reklam və əməkdaşlıqlar üçün də müəyyən qədər takipçiyə sahib olmaq lazımdır. Çünki qarşı tərəf də istəyər ki, etdiyi reklamdan məmnun qalsın. Ona görə də müəyyən qədər əməkdaşlıqlar etmək üçün müəyyən qədər də takipçiniz olmalıdır. Yəni ən aşağısı 10.000 üzəri takipçiniz olmalıdır ki, çox gözəl bir nəticələr əldə etmiş olasınız. Amma mənim sizə çox gözəl bir xəbərim var. Hansı ki, artıq sosial media üzərindən pul qazanmaq üçün küllü miqdarda takipçi sayısına ehtiyac yoxdur. Bəli, düz eşitdiniz. Artıq siz sıfırdan başlamaqla, yəni 10 dənə takipçiniz belə varsa, yenə də sosial media üzərindən pul qazana bilərsiniz. Hətta təkcə pul yox, təbii ki, hədiyyələr də qazana bilirsiniz. Düşünürəm ki, bu çox gözəl bir xəbərdir. Hansı ki, aranızda əminəm ki, sosial mediaya başlayıb da pul qazanmaq istəyən, hədiyyələr qazanmaq istəyən insanlar çoxdur. Amma dediyim kimi, çox kütləyə sahib olmaq lazım olurdu daha öncədən ki, pul qazanmaq üçün. Ona görə də çox insan demək olar ki, əlini üzmüşdü. Necə edəcəksiniz deyə soruşursunuzsa, məndə hal-hazırda bununla bağlı təlim paketi var. Hansı ki, onda təlim daxilində bütün hər bir şey detallı şəkildə izah olunub. Ümumiyyətlə bunu da qeyd edim ki, sosial mediada pul qazanmaq üçün üzünüzü göstərməyə ehtiyac yoxdur. Əsas məsələ zaten